Salam doktor. Salam əzizim. Məndə belə bir gəyirti var. 3 ildir. Ürəyimə təsir edir. Gəyirəndə ürəyim yaxşı olur. Bu nədən ola bilər? Gəyirmənin səbəbləri müxtəlifdir müəllim. Onun biri ən çox nevrolojidir. Əsəbə bağlıdır. Yəni onlarda mədə-bağırsaq müalicə eləməklə gəyirmə keçmir. Ancaq sinir sistemini müalicə eləyən kimi gəyirmə keçir. İkinci faktor mədə turşuluğunun çox olmasıdır. Və üçüncü də yanaşı olaraq orada klapanlarda çatmamazlıq olur. Yemək borusunun mədəyə keçən yerində ona yırtıq da deyirlər el arasında. O zaman da yenə gəyirəndə qaz çıxdığı üçün rahatlanırsın. Çünki köp olanda diafraqmanı yuxarı sıxır və o da ürəyi qaldırır, ürək döyüntülərini artırır. Gəyirəndə isə o yerinə düşür, ürək də sakitləşir, ürək döyüntüləri normallaşır, rahatlanırsan. Ancaq bir mənalı şəkildə seçmək üçün gördüyünüz nömrələrdən birinə zəng edin, sizdən anamnez toplayım. İnşallah kömək eləyəcəm, düzələcəksiniz. Elə çox böyük problem deyil.